Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəlil Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məlumata görə hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. İstintaq materiallarına əsasən hadisə 2025-ci ildə Bakı şəhərinin Xəzər rayonu Binə qəsəbəsi ərazisində baş verib. 2010-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan Xəlil Nəbiyev qəsəbə ərazisində yerləşən hasarlanmış boş sahədə 2009-cu il təvəllüdlü zərər çəkmiş Hacı Qurbanovla mübahisə edib. Mübahisəyə səbəb kimi zərər çəkmiş şəxsin Xəyali adlı xanımın ünvanına nalayiq ifadələr işlətməsi olub. İstintaqla müəyyən edilib ki, Xəlil Hacını cəzalandırmaq niyyəti ilə əvvəlcədən yaşadığı evdən götürdüyü bıçağı üzərində gizlədərək hadisə yerinə gətirib. Mübahisə zamanı o qəfil Hacıya zərbə endirib. Məhkəmə baxışı zamanı iş üzrə dövlət ittihamçısının zərər çəkmiş şəxsin, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin mövqeləri dinlənilib. Həmçinin təqdim olunmuş sübutlar tədqiq edilib. Məhkəmənin hökmü ilə Xəlilə şərti cəza verilib. Qeyd edək ki, ad soyadlar şərti verilib.